Salam hörmətli izləyicim. Əmr, kredit və digər borclar məhkəmə qərarı əsasında ödəyən şəxslərə vacib 2 xəbərim var. Əgər kiməsə maraqlıdırsa videonu sonuna qədər izləsin. Bunun əlavə məlumat verəcəm ki, hansı halda həmin borclara məhkəmə qərarı əsasında xitam verir, ödəmirsiniz. Hörmətli izləyici, əvvəlcədən xahiş edirəm ki, videonu bəyənin, paylaşın, qoy hamı bilsin. Dəstək üçün də YouTube kanalına abunə olun. Belə keçək 2 vacib xəbərə. Deməli, icra məmuru haqqında qanuna əlavə dəyişikliyi olub. Əlavə dəyişikliyə görə artıq icra məmuru nəqd pul ala bilməz, icazə yoxdur, mümkün deyil. Bu yaxşı xəbərdir. Ona görə ki, məndə neçə də iş olub ki, icra məmuru çağırıb borclu olan şəxsi deyib filan qədər ödə, çıx get. Sonra da qarşı tərəf gəldi ki, alət mənə ödənilməyib. Və yaxud yarısı ödənib. Ona görə problemlər yaradır. Yaxşı ki, bu qərar qəbul olunub. Mən hesab edirəm bu nisbət bir şeydir və lazımlı bir şeydir. Digər məsələ, ölkəni tərk edib xarici getməklə bağlı borclu olan şəxslər üçün. Bununla da bağlı vacib qərar qəbul etmək istəyirlər. Milli Məclisdə təklif ediblər ki, deputatlar. Bəs limit qoysun. Hansısa mənbələrdən yuxarı olduğu halda, yəni ki, vətəndaşın xaricə getməsinə məhdudiyyət qoysun. Hansısa mənbələrdən aşağı olduğunda, yəni gedə bilər. Eyni zamanda təklif ediblər ki, əgər bir adamın qohumu və yaxud özü xəstədirsə, ailə üzvü xəstədirsə, xaricə məhkəmə qərarı əsasında, yəni tez baxaraq gəlməsinə icazə verilsin. Bu təkliflər var hazırda. Amma icra məmurundan bağlı qanun artıq qəbul olunub. Yaxın günlərdə yəqin ki, cənab prezident imzalayacaq. O yaxşı bir şeydir. O, yəni hesaba ödəyəcəksiniz. Artıq icra məmurunun özünə yox. Müsbət bir şeydir. Problemlər olmayacaq. Azalacaq inşallah. Vətəndaşlar tez mənə sual verir ki, bəs biz belə deyək, məhkəmə qərarı var, filan qədər pul ödəməliyəm, amma imkanı yoxdur. Necə edim, və yaxud alət ödəyirdim, yoldaşımla barışmışam, nə etməliyəm? Ona görə mən qeyd edim ki, bunun bir neçə yolu var. Birincisi, əgər şəxs qarşı tərəflə razılaşıbsa, sazişi bağlayıbsa, avtomatik həmin məhkəmə qərarının icrasını dayandırmaq mümkündür. Yəni icrası dayandırır, barışıq varsa. Eyni zamanda sazişi bağlanıbsa, o halda həmin məhkəmə qərarının icrası dayanır. Nəzərə alın, hörmətli izləyicilər. Vacib bir məsələdən biri. Amma mütləq